Yunanistanda o qədər dəniz məhsulları yedim ki, öz ətimiz üçün burnumun ucu göynüyürdü. Təyyarədən enən kimi təptəzə ət almaq üçün yolumu elə Arazdan saldım. İslami qaydalara uyğun kəsilmiş təptəzə əti də götürüb yollanıram evə. Biraz dincəldikdən sonra düşürəm bostana. Görüm mən olmayanda badımcan, pomidor, biberlər yetişib yoxsa yox. Elə bilirəm mənsiz biraz sınıxıblar. Amma neyini? Buna da şükür. Toplayıb evə qalxıram. Başlayaq hazırlığa. Əminəm ki, badımcan biber dolmasını heç vaxt bu formada hazırlamamısınız. Amma inandırım sizi möhtəşəm alınmışdır. Topuş badımcanları 2 hissəyə bölüb gördüyünüz kimi içərisini çıxarıb duzlayıb saxlayıram. Badımcanın acı suyu çıxana kimi əti hazırlayıram. Elə rəngindən də necə təzə olduğu bilinir. Ət çəkəndən keçirən zaman biraz da quyruq əlavə edirəm. Soğan, duz, istiot, sarı kök də vurub yaxşı-yaxşı yoğururam. İçliyi tavada qovurarkən tərəvəzləri də sobaya yollayıb tam bişmədən götürürəm. Demək olar ki, içlik də artıq hazırdır. Tərəvəzlərin içərisinə yerləşdirib bol pomidor sosu da gəzdirib sobada tam bişirirəm. Üzərinə bol pendir əlavə edib 5-10 dəqiqə əriməsini gözlədim və salam nuş eləməyə hazırdır. İnanın mənə, badımcan biber dolmasını bu formada da sınamağa dəyər. Mütləq hazırlayın.